Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Yenə deyirəm, burada, Mərdəkanda, Şüvalanda, harda olsa evlərimiz, küçələrimiz yaxşıdır. Yəni, evlər gözəl küçələrdə yerləşir, hamısı asfaltdır. Sadəcə bu məhləni çəkməyimin səbəbi var, mənim bir müştərim var. Məhləsi geniş və gözəl bir ev istəyirdi. Bravo marketə yaxın bir ərazidir, Mərdəkanda. Bax, ora tupik məhlədir, solda 2 ev var, sağda 1 ev var. Bir də düppədüz. Ondan sonra bu məhlə gəlir, burada bitir. Bu da mərkəzi yoldur. Düz sağa gedirsən deməli Bravo marketə, sola da çıxsan Şüvalan tərəfə. Burada sizə 4 sotun içərisində bir ev təqdim edəcəm 50.000 manat endirimlə. Əvvəl başqa qiyməti idi, indi 50.000 endirim olunub, bundan sonra yenə də endirim olunacaq. Bugünkü gündə isə evin start qiyməti 350.000 manatdır. Torpağın da, evin də kupçası var. İlkin olaraq, bax, bu üstü bağlı burada bir cip var. Cip deyirəm buna. Burada bir maşın saxlaya bilərsən. Həyətə girmə, qaraja girmə, burada saxla. Get işi gör, evdən gəl təzədən, min, çıx get. Heç kimə də qarışmırsan. Keçirik sonra həyətə. Buyur Elvin. Belə bir zolaq var. Evin torpaq belə bölünür də, yəni sol tərəfdə qonşu yaşayır, sağ tərəfdə yaşayış var. Sonra üstü bağlı yenə də bir dənə həyətin içərisində maşın, bir maşınlıq qaraj. Ondan sonra da düz bura qədər bir maşın dura biləcək, həyətə keçə biləcək maşın üçün yer düzəlib. Hamısı altı beton, üstü metlaq daşlarla. Sağ tərəf yaşıllıq, sol tərəf yaşıllıq, az da olsa varıdır. Sonra evin sol hissəsində, tam mərkəzində 4 metrənin 8 metrə olan filtrli hovuz, mətbəximiz yerləşir orada. Sonra ora qonaq otağıdır. Həyətdə, burada, baxın, söhbətgahın qarşısında manqal inşa olunub, manqal yerləşir. Bura cam balkondur, ikisi də açılıb bağlanır. Döşəməsi issi döşəmədir. Bütün metlaq daşlardır. Baxın, həyətin özü belə süpürgəli, hamısı metlaq daşlarla eləyiblər. Bunun altında 10 tonluq rezerv su anbarı var. Burada mətbəx mebeli yığılıb. Burada isə bunun arxasında həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı və burada texniki otaqlar, belə deyim də, balaca bir kombi falan, bütün motor, xanalar, istilik sistemləri bura yığılıb. Çox səliqəli, qəşəng, keyfiyyətli. Bax, bu qədər yağışlar oldu, leysan oldu, yağdı, dolu yağdı. Bu evimizə heç nə olmayıb. Tam keyfiyyətinə cavabdehik bu evin. Onda sizə deyim ki, əlbəttə ki, evləri almamışdan qabaq ev sahiblərindən danışırıq. Evin tikintisində sıfırdan bu günə qədər çəkilişlər var hər bir ev sahibində. Müştərilərimizə təklif edirlər, göstərirlər. Sonra tikinti haqqında məlumat verirlər. Əlbəttə ki, sənədlərdə qaydasında qiyməti danışırsınız, gedirsiniz alqı-satqıya, notarusa və yaxud da asan xidmətə alırsınız, yığışırsınız, yaşayırsınız. İndi isə keçək evin daxilində. Hovuz qəşəngdir, çox superdir. Bir dənə deyim də, o da deyim. Bilim deyim. Sadəcə bu hovuzdan istifadə edəndə bir dənə bura kəllə vurdun, su biraz vuracaq şişəyə. O da problemdir. Yayda onsuz hər yer su olur. Evin içərisinə əsas su keçməsin. Ümumi giriş hissədir. Bax, belə bir dəhlizdir, pəncərələr birbaşa hamısı. Dəhlizin hovuza baxır, genişdir. 2 metrə yarımdır. Sağ tərəfimiz qonaq otağıdır. Qonaq otağı birbaşa həyətin girişinə hovuza baxır, əzizlərim. Vitrin pəncərə damısı bütöv olaraq isti döşəməklə təmir olunur ev. Burada divarın içərisində dolab yığılıb paltar asmaq üçün. Burada bir yataq otağı, burada ikinci yataq otağı yerləşir. Divarın içərisində yer qoyulub, dolab gələcəkdə yığmaq üçün yığmaq olar. Keçirik sonra bu tərəfə. Bura 3-cü yataq otağıdır. Yataq otağının daxilində sanitar qovşağı yerləşir. Hər bir yataq otağının pəncərələri gördüyümüz kimi yerdən deyil, sadəcə hündürdür. Bir də sanitar qovşaqlarında havalandırma pəncərələri var. Havakeş, nəfəslik. Bu da tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı.
Bir dənə həyətdə, 2 dənə də evin içərisində sanitar qovşağı var. Burada mətbəx otağıdır. Mətbəx mebeli yığılıb, qaz sobası, hər şey qoyulub yerindədir. Mən çöldən demişdim, buradan da birbaşa hovuza və hovuzun qarşısındakı orada belə bir veranda var, orada çıxış var. Dəyərli izləyicilərimiz, çox sağ olun. Bizi izlədiyi üçün, bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.